Aleykümselam. Əmrah Orxan Külügöllü. Bu tələbəni dinləmək olarmı? Yox, dinləmək olmaz. Çünki bizim dövrümüzdə oxumuşdu və hətta ikinci kursdan səhv eləmirəmsə Şəriət fakültəsində oxuyurdu. Yəni biz eyni vaxtda oxumuşuq. O universiteti tulladı, yəni tərk elədi universiteti. Yəni çıxdı universitetdən getdi məscidlərin birində, yəni özü üçün başladı kitab oxumağa. Sonra isə Türkiyə qayıdandan sonra təkfir fikirli insanlara qoşuldu və s. Hal-hazırda da onlar Türkiyədə olan, mövcud olan imamların arxasında namaz qılmırlar və özlərinin xüsusi təkfir metodlu dərsləri falanı var. Ona görə də bu cür insanlara qəti formada qulaq asmaq olmaz. Əgər qulaq asmaq istəsəz, Türkiyədə İlyas Bulud var, sələfi elm tələbəsidir, dəvətçisidir. Ona qulaq asa bilərsiniz. İlyas Bulud Allahın izni ilə mötəbərdir və sələfi tələbələrdəndir. Aleykümselam və rahmetullahi və bərəkatuhu. Burada yazılıb ki, pis əməl dərhal yazılmır. Tanıdıqlarıma elələri var ki, pislik edir. Dinlə deməsə də hiss olunur ki, peşman olur. Lakin günahlarını yenə təkrarlayır. Pis hərəkət edir, bəzən peşman olur. Sonra dərhal yenə pis əməllərinə davam edir. Bəs belə olan halda necə olur? Günah yazılırmı həmin insana? Yəni, əslində mələklərin, yəni Allahın hikmətidir ki, pis əməlləri dərhal yazmırlar, ona tövbə eləməyə möhlət verirlər. Yəni, o peşman olması hələ tövbə demək deyil də, həqiqi peşmansılıq tövbədir, həqiqi. Amma həqiqi peşmansılıq ediblərsə, yəni mücərrəd, bilsədim eləməzdim, yox ha. Peşmansılıq nədir? İnsan elədiyinə peşman olur, ağlayır, sızlayır. Yəni artıq bilirsən ki, bu öyle özü tövbə deməkdir. Allah Resulü buyurur ki, "Ən-nədəmu huvə tövbə." Peşmançılıq özü tövbədir. Yəni həqiqi o peşmançılıqsa, o həqiqi tövbədir. Və insan həqiqi tövbə edirsə, bəli o yazılmır. Amma yox, dilində prosta mücərrəd peşman oldum deyirsə və sonra əməllərini davam edirsə, təbii ki, artıq o günahlar da ona yazılır. Aleykümselam və rahmetullah. Müşriklərin bayram günü namaz qılan qohumun gilə gedib, orada bayram münasibəti ilə açılmış süfrəyə oturub və bu münasibətlə hazırlanmış yeməklərdən yemək onlara qoşmaq doğrudurmu, yoxsa oradan durub tərk etmək yaxşıdır? Təbii ki, tərk eləmək. Yəni, necə ola bilər ki, iman əhli, tövhid əhli, yəni müşriklərin bu bayramında onlara qoşulsun. Müşriklərin, xristiyanların bayramlarında. Yəni, siz haradasa bir, belə deyim, bir xristiyan görmüşsünüz, Ramazan bayramı keçsin, Qurban bayramı, xeyr. Həmçində baxın, görün ki, İbn Qeym Rahmanullah Əl-Furusiyyə kitabına qeyd edir ki, yəni bir müsəlmanın bütün böyük günahlar eləməyi daha yüngüldür. Nəinki bir xristiyanı bu yeni il bayramına təbrik eləmək. Yəni, keçirmək yox ha. Təbrik eləmək belə şiddətlidir, o ki, qaldı keçirmək. Yəni, iman əhli, qiblə əhli, tövhid əhli, yəni bu yeni ili necə keçirdə bilər axı? Yəni, nə düşüncə, nə fikirlə? Yəni, nə münasibətdir bu? Bu nə münasibətləndir? Ona görə təbii ki, iştirak eləmək yox, həmən o yeri dərhal tərk eləmək lazımdır. Aleykümselam və bərəkatuhu. Soyuq havalarda ev damaşnisi ilə və ya çöl şəraitində ayaqqabı ilə namaz qılmaq olar? Bəli, olar. Əlhəmdülillah, bu icazəlidir və sünnədə də varid olub ki, insan ayaqqabı ilə namaz qıla bilər. Aleykümselam və bərəkatuhu. Bir sualım var. Deməli, bir qardaş bağ salıb, yəni biznes, iş qurur özünə və dövlət həmin bağ salan şəxsə pul ayırır. Lakin 4 ilə həmin sahibkar, yəni bağ sahibi həmin pulu dövlətə qaytarmalıdır. Lakin üstündə faiz gəlir, bank faiz tutur. Bu pulu dövlətdən götürüb işlətmək haram sayılar. Allah elimizə bərəkət. Mümkünsə bu sualıma tez cavab verədir, çünki təcili lazım bu sualın cavabı qardaşa. Bəli, faiz sayılır. Əgər bank ona faizlə pul verirsə, bu sələm faiz sayılır. Bir də var, nə məsələ var? Yəni, bunu bir dənə dəqiqləşdirmək lazımdır. Bir də var, dövlət, məsəl üçün, subsidiya ayırır, pul ayırır. Məsələn, kim bağ salır, dövlət öz hesabına, dövlət büdcəsindən
həmən insanlara məsəl üçün faizsiz pul verir. Məsəl üçün verir 50 min verir, 30 min verir. Lakin dövlətin ayrıca bir qurumları yoxdur ki, sən gedib oradan pulu götürəsən. Ona görə dövlətin həmən qurumu ilə, əməkdaşı ilə banklar var. Dövlət həmən pulu həmən banka köçürür və həmən bank o pulu sənə dövlətin verir, pulu sənə faizsiz verir. Üstündən faiz almır. O üstündəki 1-2 faiz pul al, onun pulun faizi deyil. O, sən pulu qaytarana qədər səninlə dövlətin arasında vasitəçilik etdiyi üçün özünün zəhmət haqqını alır, iş haqqını alır. Bu faiz deyil. Misal üçün necə başa salmışam? Bir var, gəlsən bankdan 50 min pul götürürsən bankın özündən, deyirsən 10 ilə qaytaracam, deyir 70 min, ayda 500 manat 10 ilə qaytarasın. Üstündə 20 qoydu, bu faizdir. Bir də var, məsəl üçün sən asan xidmətə gedirsən, sənəd düzəltirsən və deyir ki, orada pulu Kapital Banka keçir. Məsəl üçün, sənin xidmət haqqın tam ki, pasport alasan 45 manatdır, düzdür? Gelirsən orada Kapital Bank deyir ki, 45 manat və bir də 40 qəpik də bizim zəhmət haqqımızdır. O zəhmət haqqıdır. Hətta bank olsa da belə nədir? O zəhmət haqqıdır. Eləcə də, misal üçün, dövlət müəyyən iş görənlərə, bağ salanlara, heyvandarlıq edən dövlət müəyyən pul ayırır. O pul faizsiz verilir kəndçiyə. O pul faizsiz verilir. Amma bankın onun üstündə, məsələn, 50 minə 1% alır. 50 minin 1% nə qədər? 500 faizdə, 500 dollarda. O 1% özünün pul faizi deyil. O sən onu ki 3 ilə qaytaracaqsan, o 3 il ərzində səni ilə dövlət arasında vasitəçilik elədiyi üçün özünün zəhmət haqqını yutur. Çünki orada işçi ayıracaq, işçi onu qeydiyyata alacaq və s. Ona baxmaq lazım. Əgər pulu bankın özündən götürsə bu olmaz, çünki sələmdir. Yox, amma dövlət ayırırsa və bunun qarşılığında banka xidmət haqqı ödəyirsə, bu faiz deyil Allahın izni ilə. Aleykumussalam və bərəkətuh. Bu oyunu əgər siz deyən kimisə, indi mən belə deyim də, mən bilmirəm bu nə oyundur da. Əgər burada mücərrət, misal üçün deyək ki, 4 nəfər bölüşür, oynayır. Misal üçün deyək ki, sən 4 dənə kart atırsan yerə, bu şəkilli kartlardan. Və o da həmən onlardan atmalıdır, olmasa bazara gedir. Bunu başa düşdüm. Yəni, bu oyunun sonuncu nədir? Udmaq necə olur? Udanda nə olur? Və bu oyun pulla mı oynanılır? Əgər bu pulla oynanılırsa və hamı ortaya pul var, udan o pulu götürürsə bu qumardır. Və hətta ki, uduzan bizə filan şey alacaq, o da qumardır, çünki orada məqsəd var. Yəni, əgər bu şeylər varsa, bunlar haramdır. Yox, mücərrət, məsəl üçün, rəngli kartlardır. Sən 5 dənəsini qoyursan, o da 5 dənəsini tapmasa gedir bazara. Elə belə oynadın, uduzdun, orada heç bir şey yoxdur, qumar yoxdur, pul məsələsi yoxsa, inşallah ki, bir şey yoxdur. Əgər o şəkillərdə şirk, küfür, Allah asili olan şəkillər varsa olmaz. Əgər mücərrətdirsə, rəqəmlər, müəyyən təbiət mənzərəsi, inşallah ki, problem olmaz. Həmçində qumar və qumar tipli heç bir səbəb olmasında bu oyunda. Aleykumussalam və rəhmətullahi və bərəkətuh. Boşanmış bir kişi həyatını ibadətən sərf edərək yaşaya bilər. Məsələn, İbn Teymiyyə rəhməhullah heç vaxt evlənməyib, özü üçün yaşamaq, ibadət, oruc, məscid, dərslər və s. Əgər insanın həyatında müəyyən bir vaxt evliliyi olub, artıq müəyyən bir yaşa çatıb, artıq övladları, belə deyim də, evlənib, ailə qurublar, artıq insan müəyyən bir yaş həddindədir, artıq istəyir qalan ömrün ibadətə, oruca, namaza, gecə namazlarına, yəni məscidə, dərslərə sərf eləsin və bununla da həmən insan zinaya düşmək, istər göz zinası olsun, istər əzanın zinası olsun, yəni bədənlə, fiziki olaraq əzan eləməkdən qorunursa və yaxud da arxayındırsa ki, bu düşməyəcək, nə göz zinasına, nə də fiziki zinaya olaraq düşməyəcəksə, ondan arxayındırsa, o zaman inşallah evlənməyə bilər. Amma insan öz halından xəbərdardır ki, o evli olmasa zinaya düşə bilər, zina təhlükəsi ola bilər və belə halda onun evlənməyi vacib olur. Aleykumussalam, rəhmətullahi, bərəkətuh. Yeməkdən əvvəl və sonra əlləri yumaq sünnədir.
Ümumiyyətlə, açıq-aşkar desək ki, hər yemək yeməmişdən öncə əlləri yuyutaran sonra əllər yuy, bu sünnədir. Yəni, bildiyim qədər, yəni heç bir alimlərdən bu əmələ sünnə deyən yoxdur, bildiyim qədər. Amma o ki, qalsa ki, yeməkdən əvvəl əgər sənin əllərin natəmizdirsə, bəli, əlləri yumaq və yeməyə başlamaq sünnədir. Ona görə ki, sünnədə əllər yemək əllə, barmaqlarla yeyilir. Eyni zamanda da yeməkdən sonra da əlləri yalamaq sünnədir. Barmaqları yalamaq. Çünki barmaqlarla insan yediyi üçün. Əgər barmaqların yalayandan sonra da yenə də əlində yağlılıq, müəyyən bir qoxu hissi varsa, bəli, o zaman yenə də müəyyən maye sabunlarla və yaxud da başqa cür iyi aparan maye, istir maye halında, istir sabun halda olan yəni bir şeylərin əlini yuya bilər Allahın izni. Amma buna bu sünnədir deməyimiz biraz çətindir. Və aleykum assalam. Yuxuda it görmək cin toxunması əlaməti sayıla bilərmi? İtin üzərinə cumması, insana yaxınlaşma və s. kimi şeylər. Ümumən cin toxunması əlamətləri nələrdir? Yox, it toxunması cinin toxunmasının əlaməti demək deyil. Amma insan yuxuda it görüb, qorxubsa, qorxunun nəticəsində cin toxunması ola bilər. Ümumiyyətlə, cin toxunmasının əlamətləri çoxdur. Bəzilərini zikr etmək olar ki, insan, belə deyək, adekvat olmur. İnsan müəyyən hərəkətlərinə, sözlərinə, davranışlarına cavab vermir. Yəni, tam nəzarət edə bilmir. İnsan, misal üçün, ibadət məsələlərində, məsələn, əzan olanda, Quran olanda və yaxud da ki, digər ibadətlər olanda, məsələn, Quran oxunur, əzan oxunur və ya namaz qılan ərəfədə və ya digər ibadətlər məsələsində görürsən ki, insanın halı pisləşir, aqressivləşir, qəlbində buna qarşı ikrah yaranır, insan buna sərt reaksiyalar göstərir və yaxud da ki, Allahın ayətlərini murdarlamağa çalışır. Misal üçün, Quranı tullayır, tapdalayır, Quranı dinləyənlərə kobud danışır və s. Yəni, hansı əməllər ki, şeytanın xoşuna gəlmirsə və həmən əməllər edən insanda bu varsa, bu artıq onun cin toxunmasının əlamətləri ola bilər, yəni qısaca. Aleykum assalam və rəhmətullahi və bərəkatuhu. Quran əlifbasını ödənişlə öyrətmək haramdırmı? Ehtiyac var deyə də keçirilir. Pulla böyük məbləğ də deyil. Amma işi olan insanlarda keçir. Bugün bir nəfər deyir ki, yox, haramdır, qəti surətdə olmaz. Pulla keçmək təcvidi də haramdırmı? Hələ bir söz deyir, bilmədim. Hansı düzdür və dəlil də gətirin dedikdə Bəqərə surəsinin 47-ci ayəsinin dəlil gətirilir. Xeyr, Bəqərə surəsinin 41-ci ayəsi. Buna heç bir dəlili yoxdur, heç bir aidiyyəti yoxdur. O ki, qalacaq ki, insan, yəni vaxtını, ömrünü Quran öyrətməyə həsr edirsə, uşaqlara, böyüklərə Quran öyrədir, təcvid öyrədir, əlifbanı öyrədirsə və onun heç bir yerdən qazancı yoxsa və buna görə də müəyyən bir məbləğ qazanc götürür ki, dolana bilsin. İnşallah burada heç bir şəriətə müxaliflik yoxdur. Kim nə deyir, özü üçün deyir. Amma insan əgər pulla öyrədirsə, o çalışsın ki, onun haqqını ödəsin. Orada heç bir saxtakarlığa, fulana yol verməsin və pulun qarşında haqqı ilə Quran oxumağın təcvidin öyrətsin Allahın izniyle. Aleykum assalam. Birinci, dəstəmaz aldıqdan sonra başım işə qarışıb, unutdum corab geyimi. İndi geyinsəm olar, yoxsa təzədən dəstəmaz almaq lazımdır. Əgər dəstəmaz alıb, ayaqları yuyub və dəstəmaz pozulmadan üstündən 1, 2, 3 saat keçirsə, sonra yadva düşür ki, boy, mən corab geyməmişəm və dəstəmaz pozulmadan geymişsənsə heç bir problemi yoxdur. Və dəstəmazın pozulanda da artıq həmən geyinin corabın üstünə məcişə bilərsən. Amma dəstəmaz alandan sonra bir müddətdən sonra dəstəmazın pozulubsa, o zaman artıq sən həmən corab geyinənmərsən, yenidən dəstəmaz alıb, sonra isə corabı geyinə bilərsən. İkinci sual, namaza başlamazdan əvvəl kəlmə-i şəhadəti gətirirəm. Nafilə, sünnət və təəccüd namazlarından öncə də deməliyim. Ümumiyyətlə, namaza başlamamışdan qabaq heç bir kəlmə-i şəhadət deyilən belə bir şey yoxdur.
Bunu da demək də bidət sayılır. Yəni şəriətə müxalifdir, sünniyə müxalifdir. Çünki nə Peyğəmbər sallallahu aleyhi və səlləm, nə onun sahabələri belə bir şeylər etməyiblər. Ona görə siz də çalışın ki, belə bir şeylər etməyin. Aleykumussalam və bərəkatuh. Bu hədisin şərhini deyə bilərsiniz. Ən yaxşı sədəqə sağlam ikən dünyaya ümid bəsləyərək, yoxsulluqdan qorxaraq verdiyin sədəqədir. Yəni bunun mənası nə? Bunun mənası o deməkdir ki, yəni sağlam insan nə qədər ki sağlamdır və insanın dünyaya arzuları, ümidləri var. Həmçində insan deyir ki, mənim bu gün 10 manatım var, mən sabah 2 manat versəm mənim 8 olacaq. Deməli, mən kasıbliyə bilərəm. Başa düşdün? Yəni, ən yaxşı sədəqə olur ki, səndə bu şeylər hamısı cəm olan halda, yəni sən onu verəsən. Çünki sən sabah üçün xəstələnsən, sən artıq dünyaya marağın azalacaq. Və sən artıq nə kasıbsan, nə qeyrisindən qorxmayacaqsan. Çünki deyəcəksən, zaten öləcəm də, qoy elə Allah yoluna verin, qutarsın, geçsin. Amma əksinə sən sağlam olsan, sağlamlıq nə deməkdir? Sənin dünya ümidlərini artır, dünya arzularını artır. Və sən kiməsə nəsə vermək istəmirsən ki, birdən kasıblayaram, mən sabahsı necə yaşayacağım sonra, aydındır. Amma xəstə olanda isə sənin bütün bu istəklərin puç olur. Sən sadəcə və sadəcə artıq bilirsən, öləcəksən deyə hər şeyi paylamaq istəyən, Allah üçün vermək istəyən ki, onsa mən öləcəm də, mən nəyimə lazımdır, mən öləndən sonra mən bu villanı neyinəm, bu maşını neyinirəm. Amma sağlam insanda isə bunlar tam əksinədir. Dünyanı arzuluyursan, dünya ümid bəsləyirsən, planlar qurursan, belə eləyəcəm. Bu ərəfədə 10 minin varsa 250 manat zəkat verilməsən, o ayda yox, mən niyə verməliyəm, mən öyle götürən başqa işimə verərəm də, başqa şeyə xərcləyərəm də. Amma xəstələnsən isə bütün hamısı puç olur, hamısı bütün istəklərin üstündən xərc çəkirsən. Ona görə ən yaxşı sədəqə insanın sağlam ikən dünya ümid bəsləyərək, yoxsuldan qorxaraq verdiyi sədəqə hesab olunur. Və aleykumussalam. Quranı xətm edən kəs Kəf surəsini oxuyan zaman cümə günü üst-üstə düşərsə nə etməli? Yəni xətm üçün ayrı təzən bir də oxumalıdır, yoxsa bir dəfə oxumaq hər ikisi üçün kifayət sayılır? Hər ikisi üçün kifayət sayılır. Əgər onun Kəf surəsi cümə günü kifayət edibsə, əlhəmdülillah, hər ikisi üçün də sayılır, yenidən oxumağa ehtiyac yoxdur. Və aleykumussalam. Muhammed sallallahu aleyhi və səlləmin eyni qəbilədən evlənməsinə aid bir hədis var mı? Yəni bir bölgədən. Niyə yoxdur? Elə Peyğəmbər sallallahu aleyhi və səlləm elə öz qızı Fatiməni öz əmsi oğlu Əli radiyallahu vermiş. Yəni eyni nəsil, eyni qəbilə, eyni tayfə. Yəni bundan böyük dəlil nə ola bilər ki? Yəni bu icazəlidir. Aleykumussalam və rəhmətullah bərəkət. Həyatda ikən Allahı inkar etməyən, lakin falsılara da inanan və tövbə etmədən ölən biri üçün öldükdən sonra dua eləyib adından sədəqə çıxarma olar? Yox, eləmək olmaz. Çünki həmən insan Allahla yanaşı, yəni falsılara da inanmaqla Allah'a şərik qoşub. Yəni onun halı Allah qorusun, çox təhlükəli bir haldadır. Çox təhlükəli bir haldadır. Düzdür, bizim demirik ona hüccət qalxıb, yoxsa qalxmayıb. Ən azından biz bu barədə Şeyx Hüseymin Rəhməllahın dediyini deyə bilərik. Əgər onun yaxını, yəni bu ölən insanın yaxını, əgər onun üçün dua eləmək istəyirsə və halı belə şübhəlidir ki, o müsəlmandır, yoxsa müsəlman deyil, o zaman qoy dua eləyəndə duasında istisna eləsin. Məsələn, deyirsən, Allahım, əgər mənim atam bu halında müsəlman idisə, onu əfv elə, onu bağışla, onu cəhənnəm əzabından qoru. Yəni orada istisna eləsin ki, əgər müsəlman idisə, o istisna ilə dua eləyə bilər Allahın izni ilə. Aleykumussalam. Səcdə ayələri oxuduqdan sonra nə deməli? Hərə bir söz deyir. Əksər alimlər deyir ki, səcdə ayələrində, yəni alnını səcdəyə qoyanda, elə namazdakı dediyi sözlər, ayələri deyə bilər. Subhan Rabbil Alədə deyə bilər. O kifayət eləyir Allahın izni ilə. Subhan Rabbil Alə 3 dəfə deməklə kifayət eləyir. O, ona bəs edər Allahın izni ilə. Həmçində başqa sünnədə varid olan duaları da edə bilər. Aleykumussalam. Əl-Maidə surəsi 3-cüdə fal oxları nə deməkdir? Fal oxları ərəblərin fallarından biri idi. O da nə idi? Onlarda müəyyən bir oxlar olurdu. 10 dənə, 15 dənə. Məsələn, birində hərəsində bir şey yazılırdı. Məsəl üçün, eləməsən yaxşıdır, belə olacaq,
çıxma, başa bəla gələcək, nə filan şey olacaq, filan şey olacaq. Ona görə onlar da cahiliyyə dövründə həmin Məkkə müşrikləri o səfərə çıxanda, harasa ticarətə, başqa yerə səfərə çıxanda həmin o fal oxlarını çəkərdilər. Baxarlar ki, ora nə düşüb. Əgər ora düşsəydi ki, yox, sənin səfərin uğurlu olacaq, belə olacaq, belə olacaq, onlar gedərdilər. Yoxsa gəl çıxsaydı, yox, getmə, yolda öləcəksən, belə olacaq, ziyanı uğrayacaqsan və s. O zaman getmirlər. Yəni, fal oxları o nəzərdə tutulur. Aleykum assalam, rahmetullahi və bərəkatuhu. Məscid-ül Əqsanı tikən şəxsin kim olması ilə bağlıdır. Məşhur ərəb alimlərinə baxıram, hərəsi bir söz deyir. Biridir Süleyman Peyğəmbər, biridir Adəm Peyğəmbər. Digər isə deyir ki, ümumiyyətlə kim tərəfindən tikildiyi bilimi doğru olan nədir? Dəlillə. Bu barədə təbii ki, İbn Kəsir bir çox rivayətlər gətirib. Onlardan biri elə bu deyilənlərdir. Süleyman Peyğəmbər deyirlər. Düzdür, Adəmi Kəbəyə deyirlər, Adəm Əqsaya demirlər. Adəmin Kəbəni tikməyinə dəlil gətirirlər. Amma Əqsanı isə bir rəy var ki, Süleyman Peyğəmbər tərəfindən tikilib və bir rəy də var ki, İbrahim əleyhissalamın deməli Saradan olan oğlu yəni tikib. Yəni Məkkəni İbrahimlə İsmail əleyhissalam tikib, amma deməli Əqsanı isə bəzi rəylərə görə Süleyman Peyğəmbər, bəzi rəylərə görə isə İshaqla, yəni İbrahim tikib. Yəni İshaq da İbrahim əleyhissalamın Saradan olan oğlu idi. Yəni bir rəy də var, odur. İndi daha doğrusunu demək çətindir. Niyə görə? Çünki ümumiyyətlə bu kimi məsələlərdə əgər bunun bilinməsində bir mühüm bir fayda olsaydı, bizim dinimizlə, etiqadımızla, əqidəmizlə, əməlimizlə bağlı olan bir məsələ olsaydı, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm bunu bizə bildirərdi. Çünki bunun bizim imanımızla, əqidəmizlə, dini ibadətimizlə, əməlimizlə bağlı bir əhəmiyyəti yoxdur. Yəni mənim üçün bu fərq yoxdur ki, onu Adəm əleyhissalam tikdi, yoxsa İbrahim əleyhissalam tikdi, yoxsa Yaqub əleyhissalam tikdi, yoxsa Yusuf əleyhissalam, yoxsa Süleyman Peyğəmbər. Mənim üçün heç bir önəmi yoxdur. Hansı tiksə də əlhəmdülillah. Yəni və yaxud da ki, mən istəyərdim İbrahim əleyhissalam tiksin, sən də bunu Süleyman Peyğəmbər tiksin, onun mənim üçün heç əhəmiyyəti yoxdur. Yəni bu baxımdan da bu böyük bir mahiyyət kəsb eləmədiyi üçün də, yəni Peyğəmbər sallallahu əleyhi və səlləmlə də bu barədə net rivayətlər yoxdur. Ona görə hansı məsələlərdə belə bir rivayətlər yoxdursa, onların arxasınca getmək də bir o boyda da yəni faydasızdır. Yəni əlhəmdülillah bu tarixi məlumatları da İbn Kəsir gətirib Bidəyə və Nihəyə kitabında. Bu da rəylərdən biridir. Aleykum assalam, bir sualım var. Yeni doğulan qız övladıdır. Qız övladı üçün əqiq nə vaxt kəsilməlidir? Vəşətləri nələrdir? Həmən bu əqiqi ət hamısı paylanılmalıdır, yoxsa bir qismi? Bir də eşitdiyimə görə körpə uşağın saçı qırxılır və saçının qramı qədər qızıl verilməlidir. Bu haqda bir dəlil varmı? Yəni İslamda belə bir sünnə varmı? Ümumiyyətlə yeni doğulan uşağın bir neçə, yəni sünnədə olan əhkamı var. Əgər söhbət oğlan uşağından gedirsə, oğlan uşağı deməli bir həftəliyində sünnət olunur, saçı qırxılır, ad qoyulur və əqiq kəsilir. Bəzi rəylərə görə də, sahabilərin əməllərinə görə də, yəni sünnət 14 və yaxud da ki 21, eyni zamanda əqiq də 14 və yaxud da 21-ci, sonra isə nə vaxt sən kəsə bilərsən. Yəni bu rəylərdir. Yəni hədislərə əsasən olan sahabilərin və tabiinlərdən həmçində 4 məsələdə bu məsələləri var. Və əqiq də oğlan uşağına 2 qoyundur, qız uşağına isə 1 qoyundur. Yəni 6 aydan yuxarı olmalıdır. Amma qız uşağına gəlincəsə, qız uşağının saçı qırxılmır. Qız uşağının əqiqi 7-ci gündə kəsilir. İmkan yoxdursa 14 və 21-ci gündə onun saçı kəsilmir və ümumiyyətlə saçın qramı qızılla yox, səhih rivayətlərə görə gümüşlə sədəqə verilir. Yəni o da maksimum, hətta saçın qırxmasaz da belə, yəni ən saçlı uşağın saçı 3 qrama qədər olmur. 3 qramdan az olur. 2 qram, 1 qram yarım, 2 qram yarım. Yəni ən yaxşı halda siz 3 qram, əgər saçı gürsə 3 qrama qədər gümüşün miqdarını zəkat, sədəqə verə bilərsiniz. Əqiqdəki yaxşı olar ki, qohum-əqrabanı
kasıb qohum-əqrabını yığıb onlara yemək içmək verəsə, əgər evinizdə şərait varsa, yox evinizdə şərait yoxdursa, o zaman qoyunun həqiqi qız uşağına bir dənə qurban kəsir, onu kəsəsiniz, onu harasa bir 7-8 yerə bölürsünüz, 7-8 paya ayırırsınız və bir payı öz evinizdə pişirə bilərsiniz və qalan payı isə ətrafınızda olan kasıb, ehtiyaclı müsəlmanlara paylaya bilərsiniz ki, onlar da öz evlərində pişirib yesinlər. Qardaşım, yəni fiqdə qayda budur ki, əgər sən coraba məhz çəkmisənsə, amma dəstəmazın pozulmayıb və sən corabı çıxarandan sonra sənin dəstəmazın pozulmuş hesab olmur. Baxmayaraq ki, Hənəfi məzhəbində bu rəy var ki, deyirlər pozulur. Amma səhih budur ki, pozulmur. Çünki corabın üstünə məhz çəkmək olar və corabı çıxarandan sonra da o sənin dəstəmazın pozulanda sən məhz çəkə bilmərsən. Çünki artıq corabı çıxartmısan. Amma məhz çəkilən corabı çıxardanda sənin dəstəmazın pozuldu deyən alimlər isə xəta eləyib. Bunun da qarşılığı olaraq onlara o rəddiyəni veriblər ki, deyir, kimsə ki, burada halda deyirsə ki, həmən adam dəstəmazı pozulur sayılır. Əgər coraba məhz çəkəndən sonra pozulmamış corabın çıxardır, deyirlər ki, sənin dəstəmazın pozuldu mücərrəd corabı çıxartmaqla, ona rəddiyə verirlər ki, yəni bir insan əgər dəstəmaz alıb başının, saçının üstünə məhz çəkib, sonra o başını qırsa, onun dəstəmazı pozulur, deyirlər yox. Eləcə deyirlər ki, corabda onun kimi. Yəni ona da o cür rəddiyə verirlər. Ona görə də bu təəccüb deyil, yəni fiqdə belə bir rəy var.